Mürəkkəb adları keçmişik. İndi keçirik cümlə özləri. Cümlə özləri. Cümlə var, söz birləşməsi var, söz var. Kiçikdən böyüyə doğru. Həmişə. Kiçikdən böyüyə doğru. Deməli, kiçik olan söz, sonra söz birləşməsi, sonra cümlə. İndi bu cümlə var, bir də söz birləşməsi var. Yəni də xatırlatma edirəm ki, cümlə bitmiş fikir ifadə edir. Kənddir, şəhərdir, bura məsələn deyək ki, məktəbdir, deyək ki, cümlə bitmiş bir fikir ifadə edir, söz birləşməsi ifadə edə bilmirdi. Ondan sonra cümlə deməli, cümlə üzvlərindən ibarətdir. Cümlə üzvləri olmalıdır ki, o cümlə olsun. Cümlə üzvləri yoxsa o cümlə demirik. O söz cümlə deyirik, düzdür, amma ki, o cümlə deyil də. Tam cümlə deyil yəni o. Ondan sonra cümlə üzvləri mövzusuna keçirik birbaşa ki, cümlənin bir də quruluş üçün növləri var. Sadə və mürəkkəb cümlə. Söz birləşməsində də var sadə söz birləşməsi, mürəkkəb söz birləşməsi. Sadə söz birləşməsi iki sözdən ibarət olan söz birləşməsidir. Mürəkkəb söz birləşməsi isə ən az üç sözdən ibarət olan söz birləşməsi. Üç söz deyəndə əsas nitq hissəsindən söhbət gedir ha. Məsələn, şəhərin sevimli sakini. Bu söz birləşməsidir, ismi birləşmədir. Deməli, üç sözdən ibarət olduğu üçün mürəkkəb söz birləşməsidir. İndi onu sadəyə çevirək, şəhərin sakini. Oldu sadə söz birləşməsi. Cümlədə də belədir. Sadə cümlə var, bir də mürəkkəb cümlə var. Cümlənin özünə görə deməli qrammatik əsası olur. Məsələn, söz birləşməsində belə şey, qrammatik əsas yoxdur. Qrammatik əsas nədir? Mübtəda xəbər. Mübtəda və xəbəri varsa cümlənin qrammatik əsası var deməli o cümlənin. Ondan sonra cümlə üzvləri mövzusuna gələndə burada iki dənə şərt var. Cümlə üzvləri. Deməli, birinci şərt məna əlaqəsi. İkinci isə deməli qrammatik əlaqə. Qrammatik əlaqə. Bu iki şərtə xidmət edən deməli sözü, cümlə özünü götürmək olar. Mən cümlə yazıram bura. Deyirəm ki, deyək Arif kəndə gedir. Nümunəsində. Əgər məna ilə, bax Arif bu cümlə ilə məna əlaqəsi olan bir sözdür. Bir şərti ödədik. İkinci, qrammatik əlaqə nədir? Suala cavab vermə. Suala cavab verirsə cümlə ilə, o birisi sözlərlə müqayisədə, yəni xəbərlə əlaqəyə girirsə, suala cavab verirsə, onda o cümlə özüdür. Baxıram ki, kim gedib kəndə? Arif. Deməli, həm məna cəhətdən cümlə ilə əlaqəlidir, həm də qrammatik cəhətdən cümlə ilə əlaqəlidir. Onda bu cümlə üzvü sayıla bilər. Kəndə sözünə həmçinirlər. Məna cəhətdən də bu əlaqəlidir, sonra nə? Qrammatik cəhətdən də əlaqəlidir. Və bunu götürürük binara, deməli, yer zərfliyi. Gedir sözdəki cümləni, deyək ki, cümlə ilə bağlı olan sözdür, çox sözlə əlaqəyə gedir və xəbərdir. Məna cəhətdən də uyğundur, deməli, qrammatik cəhətdən də uyğundur. İndi birini də yazıram. İndi baxaq, yəni Arif sözünə gəlib çıxdıq. Məna cəhətdən uyğunluğu var cümlə ilə? Var. Qrammatik cəhətdən uyğunluğu varmı? Xeyr. Niyə yox xeyr? Çünki xəbərə baxın ora. Gedirsən. Kim gedir? Bura bax, xəbəri şey. Sən gedirsən. Arif sən deyir ki, Arif üçün şəxs sayılır. İnsan adları, ümumiyyətlə adlarla üçüncü şəxs sayılır da bunlar. Üçüncü şəxs gedir, ümumiyyətlə. Nə qədər ad var? Bitki adı, insan adı, yer adı, şəhər adı fərq eləmir. Hamısı üçüncü şəxs gedir, qrammatikada olar. Deməli, baxıram ki, Arif gedirsən sözünə uyğun deyil. Gedirsən ikinci şəxs elə bilir. Sən gedirsən. Deməli, qrammatik cəhətdən əlaqəsi yoxdur da bunun orada. Cümlə özü eləmirəm bunun olduğuna. Çünki boş saxlayıram bunu. Kəndə isə cümlə özüdür. Bayaqki kimi elə. Hara gedirsən? Deməli, hara gedirsən? Kəndə gedirsən xəbər. Deməli, nəticəyə gəlirik ki, cümlə üzvü olmaq üçün məna əlaqəsi, bir də qrammatik əlaqə mütləqdir. Yoxsa orada cümlə üzvü yoxdur. Deməli, o götürmür o söz cümlə üzvü kimi. İstəyirsiniz bir dənə də burada yazaq. Deməli, baxaq. Deyərsən sözü, getməmisən sözü ilə, deməli, burada ümumiyyətlə bu cümlədə məna əlaqəsi varmı? Niyə ki, deyərsən getməmisən, məna əlaqəsi, deyərsən uyğundur da bu cümləyə. Burada yazsan ki, məsələn, bax, belə yazsan məna əlaqəsi olmayacaq. Ki, oradan səs kimi deyim.
Belə yazmışam, ki ilə əlaqəsi yoxdur cümlədə. Ki getməmsən nə, o nə deməkdir ki? Hemen modal söz kimi deyirsən. Düzdür? Hə, ay sağ, modal söz. Deyirsən yəni deməli. Deməli burada bunun məna əlaqəsi yoxdur, amma bunun isə məna əlaqəsi var. Deyirsən getməmsən, ola bilər də, yəni belə bir söz ola bilər cümlədə. Cümlədə elə söz ola bilərmi? Hə, ola bilər. Onda məna əlaqəsi var orada. Məna əlaqəsi birinci şərti ödəyir. İndi ikinci şərti keçirəm. Getməmsən, deməli, xəbər kim getməyib? Sən var cümlədə, sən? Deyirsən nə götürüm? Heç nə. Niyə götürmürəm? Çünki modal sözdür. Ara sözdür. Qrammatik cəhətdən əlaqə yoxdur bunun arasında. Anladıq mı? Yəni köməkçi nitq hissələri cümlə üzvü olmur. Çünki qrammatik cəhətdən suala cavab vermiyorlar. Köməkçi nitq hissəsi suala cavab verir? Yox. Xitab da cavab verir? Yox. Cavab verir xitab təkdə. Amma şeydə yox. Nədə adı? Xəbərlə əlaqə. Cümlə özü kimi cavab. Cümlə özü kimi yox, cavab verir. Cümlə özü kimi təhlil etmək üçün suala cavab verir. Ara sözdə elə modal söz deməkdir. Yəni bunu bilək. Cümlə özü hər qabağımıza çıxanda cümlə özü. Sintaktik vahiddir, ancaq sintaktik əlaqə edeyim deməm. Bəli. İndi birini də yazacağam. Bunu siz tam başa düşürsünüz. Yəni bax bir dənə də bunu deməli keçimli bu səhifədə. Deyirəm ki, qulaq asın. Onun məsələn onun var. İndi baxaq. Biz burada nəyi görürük? Neyi görürük burada? Dürüstüyə məsuliyyət. Burada onun oyuncağı isim birləşməsini görürsünüz. Düzdür? Onun içində də Hə, onda fe'li sifəti var, o heç. Deməli biz baxırıq ki, onun sözünü, məsələn, onun sözünü mən cümlə özü, baxın gör məna əlaqəsi varmı bu cümlədə? Hə, var. Onun nəsli. Var. Ay sağ ol, ola bilər bu cümlədə o. Amma qrammatik əlaqə varmı o burada bu söz? nəyi var? Yox, bundan danışdım. Onun var. Kimin var sualı yoxdur cümlədə. oyuncağı ilə. Deməli onu biz ayrıca cümlə özü götürə bilmərik. Niyə götürə bilmədik? Çünki qrammatik əlaqəsi yoxdur. Qrammatik əlaqə yəni xəbərlə əlaqədə ya suala cavab verirsin də o. Onun var elə bir şey yoxdur axı. Onun söz birləşməsinin aslı tərəfidir. Deməli deyirsən ki, var, nə var? Əzizlədik. Əzizlədik yoxdur axı. Oyuncağı sözü var orada. Deməli söz birləşməsinin əsas tərəfi bizə vacibdir. Söz birləşməsinin əsas tərəfi vacibdir. Biz nə demişdik? Söz birləşməsinin iki dənə tərəfi var. Aslı və əsas tərəf. Aslı tərəf nə edirdi? Mənanı dəqiqləşdirirdi. Əsas tərəf isə iki dənə vəzifəsi var idi. Biri söz birləşməsinin növünü müəyyən edir. Bir də ki, hansısa cümlə üzvü olacaqsa o söz birləşməsi onu müəyyən edir. Əsas tərəfin vəzifəsi oydur. Biz də baxırıq ki, nə var? Bax, mübtəda. Oradan o ritmi hamısını birlikdə götürür mübtəda. Nə var? Onun sevgili oyuncağı. Üçüncü növdə. Təyin olmur. Üçüncü növdə. Şey oldu mən. Nə? Tamamlıq. Nəyi var? Yox. Nə var? Onun oyuncağı var. Hə, öz oyuncağı deyil. Ha, elə asıl məsuliyyət tax. Hə, ona görə bu deməli keçək indi cümlə üzvlərini bildik necə götürürlər. Məna və qrammatik əlaqə mütləqdir. İndi keçək deməli baş üzvlərə. Cümlənin iki dənə sütunu var. Mübtəda və xəbər. Onlar adlanır baş üzvlər. Deməli buraya yazırıq ki baş üzvlər. Baş üzvlər mübtəda və xəbərdir ki, cümlə bunlarsız olur. Baş üzvü nə deyirlər buna? Bir baş üzv var, bir də ikinci dərəcəli üzvlər var. 5 dənə cümlə üzvü var. Mübtəda, xəbər, təyin, tamamlıq, zərflik. Düzdür? Və bu baş üzvlər və ikincidə mübtəda, xəbər baş üzvü sayılır. Niyə? Mən cümlədə mübtəda olmasa da olar. Əlbəttə ki, olur. Xəbər də olmasa olar. Deməli, baş üzvlər cümlənin deyək ki, əsas məna obyektidir. Məsələn, deyir ki, Raqif oxudu cümləsində Raqif ikinci dərəcəli üzv olmaq təyin olmasa da olar. Amma təyin, tamamlıq, zərflik nə üçündür? Cümlədəki fikri biraz da konkretləşdirir, dəqiqləşdirir. Bəli. Bəs cümlə olmağı üçün xidmət edən nədir? Baş üzvlər cümləni yaradandır yəni. İkinci dərəcəlilər cümləni yaradan deyirlər. Formalaşdırır. Yəni kömək edir cümlədə mənanı dəqiqləşdirir. Köməkçi nitqləri ola bilər. Yox. Yox, qoşma bir dənə, o qoşulduğu sözlə o da sayılmır, yəni belə baxanda. Deməli, baş üzvlərin birinci başda mübtəda. Mübtədanın sualı işarəsi və sualdakı adlı qalan sualları. Kim?
Nə? Hara? Bu üç suala cavab verən sözləri və söz birləşmələrini mübtəda götürə bilərik. Mübtəda cümlənin ən müstəqil üzvüdür. İzah edirəm. Müstəqil üzvdür. Ən müstəqil heç bir üzvə tabe deyil. Bütün cümlə ondan asılı vəziyyətədir. Bütün cümlə mübtədaya görə. Cümlənin elə ki, idarə edənidir mübtəda. Məsələn, deyirik ki, hardan bilirik ki, mübtəda cümləni idarə edənidir. Deməli, məsələn, mən sizə gəlmişdim. Baxın, mən sözü sizə sözünə aiddir. Yox. Mübtəda mən düzü, bu da gəlmişdim xəbər. Mən sözü sizə sözünə aid deyil ki, onun aslı vəziyyətdə deyil ki, yox. İndi baxırıq. Mən sözü gəlmişdim sözündən aslıdır. Yox. Yox. Bəs hansı aslıdır ondan? Gəlmişdim məndən asılıdır. Ay sağ ol. Ona görə ki, burada gəlmişdim sözündə şəxs şəkilçisi var. Şəxs şəkilçisi var. Nəyə görə götürüb onu? Burada olan şəxs əvəzliyinə görə məcbur olub birinci şəxsin şəkilçisi götürüb. Uyğunlaşmaq şeydir. Ay sağ ol. Və ona görə deyirlər ki, mübtəda cümlənin baş üzvüdür, ən müstəqil üzvüdür daha doğrusu. Hətta bir dənə xəbər var ki, bütün cümlə özləri ona tabedir, amma mübtəda ona tabe deyil. Bütün cümlə özləri ona 4 dənə cümlə özü xəbərə tabedir, tabe ola bilir. Amma bir dənə mübtəda xəbərə tabe ola bilir. 4 xəbər tabe. Mübtəda bir dənə xəbər tabedir mübtədaya. Bir də təyin. Mübtədaya aid olan 2 dənə cümlə özü ola bilər. Təyin bir də xəbər. Qurtardı getdi. Zərflik və tamamlıq mübtədaya aid ola bilməz. Nə mübtəda onlardan asılı ola bilər, nə də ki, onlar mübtədadan asılı ola bilər. Bax, bunu yadda saxlayaq. Mübtəda cümləni idarə edən cümlə üzvüdür. Ona görə mübtədanın deməli, mübtədanın ən müstəqil üzvü olmağına baxdıq, davam edək indi. Yazaq buraya indi mübtəda. Orada sizə gəlmişdi, haraya gəlmişdi olur? O yer zərflik. Yəni zərflik. Mübtəda sözlə də ola bilər, söz birləşməsində də ola bilər. Adlıq halında ola bilsən, adlarla da ifadə oluna bilər. İsim, sifət, say, əvəzlik, zərf. 5 dənə əsas nitq hissəsi adlar sayılır. Feildən başqa olanlar. Feil ad sayılmır. Adlar sözünü görəndə yəni 5 dənə əsas nitq hissəsi götürəcəksiniz. Mübtəda adlarla da ifadə oluna bilər. Mübtəda məsdərlə də ifadə oluna bilər. Məsdər tərkibi də ifadə oluna bilər. Sonra feili sifət tərkibi və feili sifətin özü ilə də ifadə oluna bilər. Sonra bir də mürəkkəb adlarla ifadə oluna bilər. Söz birləşmələrlə ifadə, isim birləşmələrlə ifadə olunur. Mübtədanın çox ifadə. Mübtədanın ən çox ifadə olunduğu cümlə özləri isimdir, deməli, isimdir, məsdərdir, feili sifət yox. Feili sifət isimləşəndə mübtəda. İsimdir, deməli, bir də ki, məsdərdir. Bir də isimləşə bilən cümlə özləri ola bilər ki, mübtəda olsun. İndi hərəmiz birini deyəcəyik. Hərəmiz birinidir. İsimlə ifadə olan səndir. Yəni yazın. İsimlə ifadə olan mübtəda. İsimlə ifadə. İstənilən bir isim. Kitab. Kitab, bitir cümləni. Kitab oxudum. Oxudum, hayır, oxudum yox. Hə, oxuyur. Yox. Yəni o olacaq. Kitab oxumaq. Yox. Oxumaqdır. Kitab oxumaq. Kitab oxumaqdır. Kitab əladır. Kitab maraqlı. Maraqlı. Bəli, kitab maraqlı. Kitab maraqlıdır. Nə ilə ifadə oldu mübtəda? İsimlə. Bəli. Kitab. İndi keçdik sən hansı sifətlə olan sən deyəcəksən. Sifətlə istənilən olan məsələn deyək ki, yaxşı, gözəl, qoca, cavan, ən çox Qoca insan. Yox, Qoca insan. Yox. qoca sözünü mübtəda kimi işlət və kim sualı cavab versin cümlədə. Qoca. Bizə gəlmişdi. Denə. Bitir cümlə. Qoca evdən çıxdı. Ay, evdən çıxdı. Evdən qoca oldu nə? Deməli, Sifətlə ifadə olunur. sifətlə ifadə olunan mübtəda. Sonra sayı sən dediksən. 19 saat ədəddir. Aha, deməli 19 sadədir. Nədir sadə olan? 19. Bəli, sayt, mürəkkəb sayt. Sayla dedik. Sonra gəlir əvəzliklə sən de. Rahat sən düşün. Hə, əvəzliklə.
Bizdə əvəzliklə, şəxs əvəzlikləri kimi. Fərqi yoxdur, nə deyirsən? Ben eve geldim. Sen Ben eve geldim. geldin. Hə, mən gəldim, aşıq olsun. Mən gəldim. Deməli, gəldim, mən deməli... Zərfi mən deyim. Sən denən şey, nədir adı, zərfi. Ora gözəldir. Ay, sağ ol, ora gözəl. Ora gözəl. Gözəl bir xəbər. Ora yer zərfidir və mübtəda vəzifəsidir. Ora gedirəm olsaydı yer zərfi olurdu. Hə, o yer zərfi olacaq, bəli. Sonra keçdik indi ziya. Ziya, sən denə görə məslərlə olan mübtəda. Tərkibin ola bilər müəllim. Hə. Təkcə bir Siz nədə olsan olur, hansını deyək Tərkibdən almışdı hansını. Deyil. Bir Tek şey olanda asan. rahat olur aslında. Dinlə. oxumaq faydalıdır. Ay, sağ ol, oxumaq faydalı. Oxumaq faydalı. Sonra dünyada nə fe'l sifət nə? Fe'l sifət nə olan? Oxuyan denəndə sən. Oxuyan, danışan, Oxuyan görən, məndir. gələn, gedən, nə Okuyan istəyirsən? yok şagird. Mən Sən Oxuyan uşaq. yox, Yox, cümlə yox. oxuyan mən idim. Cümlə quraq. Oxuyan kim sual cavab versin? Nə Mən. sual cavab versin? Oxuyan mən idim. Hə, Hayır. Deməli, oxuyan mən mən idim. Mən kim idim? Oxuyan idim. İndi Fe'li bağlamayla olur. ya fe'l sifət dedik, məsələ dedik, fe'l bağlamaq heç vaxt olmur. Sonra indi gəlir amid. Amid bir dənə deyək ki, suala cavab verməyən mübtədadır nə? Sual cavab verməyim. Hə. hər şey olur. 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 Hə. Bilməm. Sual cavab verməyən mübtəda. Bilməm. Hə? Bilməm. Nə qədər, yox mən bir şey, Bir şəkil sayılır. sual əzli olmalıdır. Ben kitabla olabilir. Bir. Kim gəlirdi? Ay, kim gəlirdi? Kim gəlirdi? Deməli kim özü mübtəda olacaq? Gəlirdi xəbər. Kim gəlirdi? Elə kimin özü. Bunlar aslında sual vermirlər. İndi mən elə anlamadım kim gəlirdi, olmaz elə. O mübtəda olur. Yadda saxlayırsınız ki, ismi sualları işləmirsə cümlədə. Kim nə hara? Onlar cümlə özü kimi mübtəda götürəcəksiniz. Hara Hara amma yer gedirsən? zərfliyi də ola bilər bəzən, hə? Hara gedirsən məsələn. Bu olacaq. O hara yer zərfliyi olur. Orada yer zərfi. Çünki hara sözünü haraya da Hər qoya bilərsən. qəşəngdir olsaydı, hə. Hə. Doğru. Əgər hara sözünü çıxarıb haraya da qoya bilərsənsə, oradakı hara mübtəda sayılmaz ha. Ha, yaxşı. Sonra sən denə biləm ismi birləşməklə mübtəda Mirzə. Siz də deyə bilərsiniz, kim tez deyə bilər? Mirzə dedim, siz ondan tez deyə bilərsiniz. Seçəcək. Ben beslenme olur. Onun kitabı qəşəngdir. Onun kitabı gözəldir, qəşəngdir. Nə gözəldir? Onun kitabı. Deyək görüm bir dənə feili birləşməklə mübtəda. Kitabı yazan bura gəlmişdi. Kitabı yazan buraya gəlmişdi. Denə bir dənə mürəkkəb adına sən denə. Mürəkkəb adına. İstədiyin bir dənə mürəkkəb ad. Adam ad soyadı denə, sonra işlət onu cümlədə. Bir ad. Bilmirəm müəllim. Ağlıma gəlmir. Ağayev, Ləman, bitir. Bitir. Cümləni bitir. Ağayev, Ləman. Ana qəbul oldu. Yaxşı oxuyurdu. Ay, so, kimi yaxşı oxuyur? Ağayev. Ağayev, Ləman demək, mürəkkəb Elm ad. akademiyası gözəl yerdir. Nə eləyir? Elmlər akademiyası gözəl yerdir. Bəli. Yaxşı, deməli, keçdik indi. Keçdik. Mübtəda haqqında suallarımızı deməli. Yox, mübtəda haqqında baxın görək nə deyə bilərəm başqa. Otar fərqli cəhətləri var deyişir. Hə, mübtəda adlı halda olan nə olur? Sözlərlə və söz birləşmələri ilə ola bilər. Sonra Xəbər özür. mübtəda bir də oxşayır xitaba. Bax, bunu bir fərqləmə. Fərqli cəhətləri var. Bax, buraya yazıram ki, xitab, bax, çaşmıyorsun deyiləm. Deməli, xitab, buraya yazıram mübtəda. Biri sintatik əlavə edir. Elə bir dənə fərqlə. Deməli, mübtəda xəbər ilə nə olur? Sintaktik əlavə edir. Sintaktik əlavə nə deməkdir ki? Suala cavab vermək. Məsələn, deyirsən ki, bura, deyək ki, əlvan, deyək ki, hərfləri öyrəndi. Hərfləri öyrəndi. Əslində bunu təyin kimi düşünə bilərsiniz, eyb yox. Deməli, adam adı deyirəm. Deməli, öyrəndi xəbər. Kim öyrəndi? Əlvan. Bir də deyirsiniz ki, əlvan mənə bax. Əlvan mənə bax. Artıq burada, bax, bura verirsən ki, kimi öyrəndi? Baxın bura. Kimi öyrəndi? Əlvan. Bura deyən də bax var, düzdür, bax xəbər. Bax,
Kim baxır? Kim baxsın? Əlvan. Əlvan baxmasın. Əlvan Çünki mənə o baxsın. O baxsın. Əlvan baxmırsan bu dəfə. Deyir axı Bu Əlvan. fikir Sən baxımından baxırsan, fikirləşə bilərsən, baxırsan. amma sual baxımından kim Sən baxsın sənə? Bəlkə belə deyir. Bunu sual verib Bəlkə- bax sırf özü çıxacaq ortaya. Dünya bəlkə belə deyir. Əlvan, mənə bax. Mən Ay, deyəcək ki, belə. sən çağırıb ona baxdı, sonra sən söz. Hər şey. Çıxam olacaq yəni. Deməli öyrəndi xəbər. Kim öyrəndi? Bax ora bax sırf sual verir. Kim öyrəndi? Əlvan. Ay sual buyur. İndi bax kim baxsın? Sən. Sən bax. Sən tələb edir artıq o dəfə. Deməli mübtəda deyil o. Baxmışsınız? Bax məsələ ondadır. Yəni xitabı mübtəda götürməyin. Əlvan çağırıb amma sözün ortasında kəsib səni çağırıb da. Yaxşıdır. Kitab kimi olanları Əyəcəm. götürməyin. Yox. Yaxşı. Keçək indi xəbər haqqında. Xəbər deyil. İsmi xəbər şey xəbər. İslam nəyi gördün? İslam nəyi gördün? İslam bilmir. Dövüşü. Harda gördün? Xəbər qulaq asın. Xəbər işarəsi belə bir işarədir. 2 dənə ardıcıl xətt. Deməli, xəbər sualları, xəbərin sualları dır şəkilçisi ilə olan suallar, dır şəkilçisi, xəbərli şəkilçisi ilə olan suallar, sual əvəzlikləri, Feilin bütün feili şəkillərinin sualları ola bilər. Feilin bütün Feilin sualları. bütün ümumiyyətlə ki, məstər olan, feili sifət, dır şəkilçisi olan məsələn, feilin məsələn deyir ki, yazmalıdır, nə etməlidir? Oxuyur, nə edir? Kitabdır, nədir? İnsanam, kiməm, xəbərli Suala şəkilçisi cavab var. verməyən xəbərlər var da. Sual cavab verməyənlər də Var, var. var. Onlar vacib, bəli, predikativ sözlər sayılır. Deməli, xəbərin sualları artıq konkret sual kimi deyə bilmərəm də, yəni ki, sizə bu nə bilim xəbərin sualıdır. Deyirəm ki, kimdir? Ümumiyyətlə xəbərlik şəkilçisi qəbul edən suallar xəbərin suallarıdır. Görürsüz? Sonra şagirdik. Sual nə olacaq? Kimik? Kimik. Görsən, xəbərli sual şəkilçisi qəbul edən sual verdik. Və xəbər cümlənin baş üzvüdür. Xəbər deyək ki, təyini də, təyin çox yox, amma təyini də, tamamlığı da, zərfliyi də özündən asılı vəziyyətə salır sintaktik əlaqə baxımından. Amma özü isə bir dənə cümlə özünə asılı olur. Hansından? Mübtədadan asılı vəziyyətə olur. Ondan sonra Kral yendir. xəbər də quruluşca sadə və mürəkkəb olur. Mübtəda da quruluşca mürəkkəb və sadə olur. İndi sadə olan bir xəbər deyirəm. Deyirəm ki, o məsələn insandır. İnsandır. Deməli, bir sözdən ifadə olunubsa bizim xəbərimiz, o sadə xəbərdir. Söz birləşməsi və mürəkkəb adından ifadə olunubsa bizim xəbərimiz, o mürəkkəb xəbərdir. Bir şey də xatırladacağım. Deməli, birində yazıram, mürəkkəb xəbər yazıram ki, Rəsul onun adıdır. Onun adıdır. Deməli, baxırıq ki, onun adıdır. Deməli, onun adıdır xəbər. Onun adıdır xəbər. Onun adıdır. Nədir onun adı? Rəsul. Kimdir daha doğrusu adı? Rəsuldur. Və baxıram ki, söz üçüncü növlə təyin ifadə olunan nə var? Xəbər var cümlədə. Onda mürəkkəb nədir? Xəbərdir. Sonra deyirsən ki, bura Azərbaycan Respublikasıdır. Hara? Yox. Xəbərimiz hansıdır? Azərbaycan Azərbaycan Respublikası. Nədən ifadə Mürəkkəb olunur? ad. Mürəkkəb adla və mürəkkəb xəbərdir. Anladıq? İndi bu heç. Bunlar rahatdır. Bir də elə ola bilər ki, tərkiblər var. Məsələ tərkibi və feili sifət tərkibi. Feili bağlama heç vaxt xəbər olmur. Bir istisnası çıxma şərti ilə o heç. Deməli, mübtəda da heç vaxt ola bilmir, bəli. Feili bağlama ancaq zərfli olur. Cümlə zərfli olur. Hə. Feil baxma olur axı. Sən aratan. Arada olmur. Bir dənə nümunəsi var. Aratan olur. Oxuyanda Olmur. Harada çıxıb feil bağlama xəbər olur, səhv cavab götürür onu. Deməli, yaxşı. İndi biz tərkibləri keçəndə demişdik ki, uşaqlar, tərkibləri keçəndə bu məstər, feili sifətlə ifadə olunan xəbərlər heç fikirləşmədən demişdim ki, şey götürün, tərkib götürün. Elə söz demişdim, xatırlayırsınız əgər. Demişdim? Heç mənim? Deyirəm ki, məstər, demişdim cümlə özlərində, söz birləşmələrində, məstər və feili sifətlə ifadə olunan xəbəri tərkib götürün demişdim sizə. Rahat götürün tərkibi. Feili birləşmə kimi götürün demişdim. Hə, yaxşı, eyb yoxdur, buxarlanıb bu. Deməli olar. Yaxşı təzədən deyirəm. Məsələn, deyirəm ki,
Deməli. Məsələn deyək ki, amil dərslərini həmişə yaxşı oxuyandır. İndi fikir verin bura. Bax bir şey verir. Deməli, bax fikir nə ifadə olunub? An. Fe'li sifətlə ifadə olunub xəbər. Mən demişdim ki, bir dənə mübtədanı tapın cümlədən. Qalanını götürün, nədir adı? Xəbər götürün və tərkib olur onda. Mən baxıram ki, burada amil bizim mübtədamızdır. Tərəddüd edirəmsə əgər ki, bu oxuyandır götürdüm xəbər deyək. Fe'li sifət tərkibi ola bilər. Tərəddüd edirəm ki, nəyi oxuyandır dərslərini? Tamamlıq götürüm, yoxsa tərkibi aid olan söz götürüm? Nə edəcəm? Yer dəyişmə edəcəm. İndi çevirirəm cümləni. Bax. Cümlə özü dəyişirsə, Dərsləri onu da demək, bir dəqiqə baxın. Həmişə yaxşı oxuyan amildir. Qulaq asın deyil. Qulaq asın, bax bu çox vacib şeydir ha. Bax mən deyirəm, sonra gedib tapa bilməyəcəksiniz. Mən çox vacib şey deyirəm sizə həqiqətən. Diqqətlə qulaq assanız, gedib sonra tərəddüd edib qalacaqsınız belə. Neyini bak, bilmirəm. Qulaq asın, o danışırsınız, Allah şikayət edir. Müəllim, Şikayət edirlər ha, yəni dərs vaxtı qulaq asmışsan. amil oxuyan da tərkibə heç vaxt qatılmır da. Yox. Amildir xəbər. Bax nə etdim mən? Tapdım mübtədanı, tərəddüd edirdim axı. Mübtədanı gətirdim elədim xəbər vəzifəsində, cümləni yazdım, fikirləşdim elə, ya yazıram ya fikirləşirəm fərqlənir. Görürəm ki, burada bax, buradan buraya kim nə olacaq? Dərslərini yaxşı oxuyan. Mübtəda. Necə bilirəm ki, o da daxildir mübtədaya, buradan buna əlaqələndirirəm. Dərslərin amildir olur, Yox. olmur. Onda mən nə edirəm? Keçən də demişdim ki, rahatçılıqla, əminliklə buradan bura kim hamısını xəbər götürün. Buxarlanan qaydalar içərisindədir o. Bax, danışırsınız, sonra da elə yaddan çıxır. Mən həmişə deyirəm ki, yadda saxlayın da bunlar. Çox vacib məsələdir. Tərəddüd edirsə, tamamını götürürəm, götürməyim bunu. Həmişə olur çox vaxt. Deməli, lap deyək, tərəddüd edirsən. Yoxla, əmin olmaq istəyirsən. Dində də mən düşəndə çox alacaq da çox elə şeylər Hə. salır. Bəli. Yəni siz lap tərəddüd edirsinizsə, mən deyən metodla əminliklə yoxlayırsınız da daha. Çünki orada ikinci metod. Gətirirsən həmin mübtədanı qoyursan xəbər vəzifəsinə. Tam olur cümlə özü. Hə. Və görürsən xəbər gedir çıxır əvvəldə. Məlum olur ki, yəni hamısı birlikdə nəyə daxildir? Tərkibə daxil. Xəbər nə ilə olur burada? Fe'li də tərkib. Fe'li sifət tərkibi ilə ifadə olunur. Fe'li sifətlə yox. Yaxşı. Bunu silək. Yəni keçək bakalım. Xəbərlə davam edirik. Xəbər mövzusu ilə davam edirik. Hə. Hə, xəbərin iki dənə quruluşca neçə növü var xəbərin? İki növü. İsmi xəbər və fe'li xəbər. Demək quruluşca dedim. Mən deyirəm ki, mürəkkəb. Sadə xəbər, mürəkkəb xəbər olur. Sadə xəbər nədir? Bir sözlə Bir var. sözlə ifadə olunur, mürəkkəb isə bilmir. Məsələn deyir ki, ona qulaq asan onun kimləridir? Xəbər mürəkkəbdir yoxsa sadədir quruluşca? Onun kimiləri. Sözü ona qulaq asan onun kimləridir? Onun Cümlədir kimləri. də. Düzdür? Burada olan xəbər mürəkkəbdir yoxsa sadədir? Sadədir. Sadədir. Niyə sadədir? Qoşmadda o. Çünki qoşmadır. Qoşma söz birləşməsi təsir edə bilmir. Bizim xəbərimiz onun kimləridir? Şeydə, nədir adı? Əvəzliklə ifadə olunan nədir adı? Xəbər. Orada bizim üçün. Anladıq mı? Yəni onlara diqqət edin də, əvəzlik qoşma olanda. Yaxşı. Xəbərin quruluşca iki növünü öyrəndik. İndi isə mənasına görə, sintaktik vəzifəsinə görə xəbərin iki dənə növü var. İsmi xəbər, Və xeyli xəbər. bir də fe'li xəbər. Fe'li xəbər. Fe'li xəbəri öyrənirik, ismi qalır. İsmi xəbəri deyəcəm, fe'li nə deyirəm. Fe'li xəbərdə fe'lin şəkilləri. Əgər bizim xəbərimiz fe'lin hansı şəklindədirsə, o fe'li xəbərdir. İkinci, frazoloji birləşmə tapmışıq. Hansı şəkildədirsə, o frazoloji birləşmə. Ola bilər ki, məsələn deyək ki, vacib şəkildə olur bir frazoloji birləşmədir. Vacib şəkildə. O da olacaq. Deməli,
feilin şəkillərində olan frazoloji birləşmə. Frazoloji birləşmə. Feili xəbər ifadə vasitəsi budur. Davam et. Şa. Hə. Feili xəbər, ismi xəbərdir, feili xəbərdir. Tərəddüd edirəm. Feili xəbəri yadına salacağam. Feilin şəkilləri məsələn deyir ki, o yaxşı oxudu. Nə ifadə olunur? Xəbər şəklində olan şeydir də, xəbər şəklində olan xəbərdir. Deməli, feili xəbərdir. Feil bağlamağını var ya. Xəbər olma istisnasını deyəndə yadımdan çıxıyor. Çətini bunu öyrənincədir. Öncə ilə olan. Hə. Deməli, feilin şəkillərində olan frazoloji birləşmə ola bilər. Məsələn, bir dənə fikirləşək buna bağlı. O mənə qulaq asmalıdır. Bax, o mənə qulaq asmalıdır. Xəbər hansıdır? Qulaq asma frazoloji birləşmədir. Qulaq asmalıdır. Siz də xəbəri nə götürəcəksiniz? Feili xəbər. Çünki malı var orada. Vacib şəklin şəkilçisi var o frazologun yanında. O bizə qulaq asasıdır. Görürsünüz? Hə. Deməli, feili xəbər budur ya. Bax, feilin şəkillərini yaxşı bilmək lazımdır bu mövzunu belə deyək ki, fərqləndirmək üçün. İsmi xəbər isə adlar. 1. Adlar. 2. Söz birləşmələri. Söz birləşmələri. Feili və ismi. Feili bağlama çıxma şərti ilə, onu yazmıram da, feili şifa edirəm ki, feili bağlama xəbər olmur. Bir də nə olur? Məstər. Məstər söz birləşməsi, onsuz da. Mürəkkəb ad. Düzdür? Mürəkkəb adlar. Tarih. Bir də şey ola bilər də, adlar deyəndə o predikativ söz də bunun içərisindədir ya. Predikativ sözlər onun içində. İndi bir vacib məsələdir. Hə, bu lazım var, yox, bəs gərək, mümkün. Bunlar da şey getirir, ismi xəbər getirir yəni. Bir də sizin qabağınıza sual əvəzliyi çıxa bilər. Xəbər vəzifəsində olan. Feilin sualı. Onu nə getirir? Məsələn, deyir ki, o nə edəcək? Deməli, uşaqlar, burada sual əvəzliyi var. Hə, nə edəcək? İndi bu nə edəcək? Xəbərdir də, düzdür? Feili xəbərdir, yoxsa ismi xəbərdir? Feili. Feil olacaq, doğru. Niyə feilidir? Çünki feilin sualı olacaq. Feilin sualı olacaq, feilin şəklinin şəkilçisini qəbul edib. Görürsünüz? Ola bilər ki, feili sual əvəzliyi, məstər feili istər şəkilçisi. Hə? Feili əvəzliyi. Bəli, təsviflənən feili əvəzliyib. Bu feili xəbər sayılacaq və ikisi birlikdə. Məsələn, deyir ki, o nə edəndir olsa, məqsədi nə etməkdir? Burada ismi xəbər olacaq. Artıq burada olacaq nə? İsmi. İsmi xəbər. Çünki nə etməkdir, axı təsviflənən feil deyil, bunu feil kimi düşünsün. Təsviflənən orada məsəl deyil. Burada da xəbər var. Burada da xəbər var. Burada olan nə sayılacaq? İsmi. Niyə ismi sayırdın bunu? Çünki məstərin şəkilçisi var sual əvəzliyinin yanında. Bəs bunu niyə feili saydım? Çünki gələcək zamanın şəkilçisi var sual əvəzliyinin yanında və feili xəbər sayılır o. Yadda saxlaya bilərsiniz. Sonra davam edək xəbər mövzusuna gidik. Xəbər mövzusuna davam edək. Bəzən sözlər olur ki, məcazi mənalı sözlər, tərəddüd edirik biz onlara. Qəbul eləyək, eləməyək xəbərlə birlikdə. Onlardan məsələn yazıram. Əgər birinci söz həqiqi mənadadırsa, onu biz deyəcəyik, nədir adı? Xəbərə qatmayacaq onu. Birinci söz. Məsələn, yazıram bura ki, deyir ki, bizi, deməli, məsələn, fərəh bürünür. Baxın bura. Deməli, görürsünüz ki, sizin xəbəriniz məcazi mənalı sözdür. Bürümüşdür. Belə şey olmaz axı ki, bürünmək həqiqi mənalı deyil. Fərəh nədir ki, bir bürünsün orada. Düzdür? Və xəbərimiz burada, baxarsan, fərəh bürünmüşdür götürüyorum, yoxsa bunu mən ikisini birlikdə tək götürürüm. Ona baxacaqsınız. Birinci söz həqiqi mənalıdırsa, həqiqi mənalı necə yox? Başqa söz qoya bilirsiniz, yerinə həqiqi mənalıdır.
Əgər birinci sözün yerinə başqa söz qoya bilirsənsə, onda bu həqiqi mənalıdır. Bunun yerinə qoya bilərik. Hərə. Kədər deyə bilərik, sevinç deyə bilərik. Yox, deyə bilərik. Onda birinci həqiqidir, ikinci məcazidir. Belə olan halda xəbəri tək götürəcəksiniz. Tək götürəcəksiniz. Məcazi mənalı xəbərlərə aid edirəm bu məsələni. Nə bilirsən? Yox. Frazoloji birləşmənin hər söz məcazlı olur. Hər sözü məcazi mənalı olur. Frazoloji birləşmənin içərisində olan sözlərin heç biri həqiqi mənalı ola bilməz. Bir də ki, hər söz mənasını itirməlidir. Hə, itirməlidir. Deməli burada bunu götürürsən nə? Mübtəda. Anladıq? Hə. Hə, deməli. Mənə qulaq asdı. Nə olacaq? Qulaq asdı. asdı. Çünki qulaq da həqiqi məna deyil orada, asmaq da həqiqi məna deyil orada. Ona görə ikisi birləşir. Yaxşı, davam edirik xəbər mövzusundan. Bəzi sözlər var ki, uşaqlar, bəzi sözlər var ki, o sözlər birlikdə xəbər olurlar. Ol, et, bildiyi o sözlərdən biri. Ol, et, bil. Deməli, ol, et, elə, bil, başla və istə. Başlamaq və istəmək də ola bilər. Ki, bunlar uşaqlar, adətən özündən qabaqki sözlə birlikdə xəbər olur. Bax, bu yazdığım sözlər adətən özündən qabaqki söz ilə birlikdə xəbər olur. Və sadə xəbər olur, çox vaxt. Özündən qabaqki. Məsələn, mən birinci aid edirəm ki, mənimlə dost oldu nümunəsində mən xəbərini götürəcəm, dost oldu. Niyə belə elədim? Çünki bu ol sözü müstəqil mənada deyil. Müstəqil mənada olmaq üçün var olmaq, yaşamaq, bir də iştirak etmək mənasında olmalıydı o. Bu mürəkkəb fe'l mövzusuna aid olan məsələdir artıq burada. Deməli, tək götürməyəcək. Oldu, belə götürə bilərsiniz. Oldu, nə oldu? Götürün, mübtəda salınmaz. Hə? Mürəkkəb cümlə üçün buydu. Çünki bir dəfə Yox, fe'ldə axı sadə xəbərdir bu. Sadə xəbər. Ama mürekkep ve sadə xəbər. Mürəkkəb fe'l, sadə xəbər. Bax, belə deyirik. Bunlara da aid ya o məsələ. Əgər bunu biraz yaxşı öyrənmişsiniz, mürəkkəb fe'l mövzusunu açın. Qayda kitabından harız. Deməli, elə izahımızdan. Açın, oradan bir onları təkrarlayın. Ondan sonra daha aydın olsun sizin üçün məsələ. Sonra, bu başla sözlərin tək də ola bilər, özünə qabaqki də ola bilər. Məsələn, deyir ki, işə başla. o, məsələn, deyir ki, məsələn, sözə başladı. İşə başladı. Sözlərə başladı. Bu söz nəsə, bu obyekt zat deyil ki, iş zat deyil ki, belə başlasın. Düzdür, ona görə nə olacaq? Sözə başladı, ikisi birlikdə. xəbər olacaq. Bəli. Anladıq mı? Bilirsən, Yazmağa qardaşım Yazmağa başladı. yazmağa başladı. Mən nə edəcəm? Ayrı-ayrı. Başladı xəbər. Yazmağa. Nəyə başladı? Nəyə yazmağa? Burada ayrı götürəcəksən. Yəni baxırsan da mənanı, onu uyğunlaşdırır sözünüz. Sonra istə də onun kimi sözdür. Məsələn, evimizdən getmək istədi. İstədi. İstədiyini götürürsən, getməyi ayrı yox. İkisi birlikdə. Məsələn, deyir ki, məsələn, bu istədi sözü nə olacaq? O məndən su istədi. Bax, bu da su istədiyini birlikdə olmaz. İstədi xəbər. Nəyi istədi? Suyu. Tamamlıq götürürsünüz. Yəni, ayrı-ayrı şeylərdə fərqləndirir. Biraz araşdırma da edin özünüzdə. Bunlar yəni birlikdə Test götürürsünüz. işləyəndə arasında yaxşı yerdə qalır. Hə? Test işləyəndə görürsən. Test işlərində daha aydın olur. İndi kiməsə aydın olmasa növbəti mövzularda biraz da toxunarım məsələyə. Deməli, mən bunları bitişdirirəm, ayrı götürürəm. Əgər problem olsa, deyərsiniz mənim özüm. Baxarım onda. Deməli, sonra davam edirik xəbər mövzusuna. Keçim ofisi. Xəbər mövzusuna davam edirik. Suala cavab verməyən xəbərlər. Var. Repetitiv sözlər. Oraya başlıqda yazılır ki, suala cavab verməyən xəbərlər. 1. Predikativ sözlər. Predikativ sözlər. Sonra ikincisi hansı olacaq uşaqlar? Sual əvəzliklər. Sual əvəzliklər. Axı demişdik bunlar sual cavab verilir. Bunlar hansı idi? Deməli, var,
Yox. Lazım. Lazım. Bəs. Bəs. Gərək. Gərək. Mümkün. Bir də qaldı. Mümkün. Mümkün. Hə? Mümkün. Lazım. Mümkün. Hə, deməli bu sözlər suala cavab vermədən xəbər olur. Yəni biz deyil sözü. Xəbərim yox, hə? Deyil sözü aid deyil. Deyil yox. Deyil izahlayacağım biraz. O, hə, müstəqil. O şeydir, inkarlıq bildirən şəkil çəkir. Mane artıran. Maməni sinonim kimi başa düşürəm. Deməli bu söz bax deyir ki, bu işlərdən xəbərim var. Xəbər nasıl olacaq? Var. Var. İsmi feili. İsmi. İsmi. Və suala cavab vermir. Və sual düşür ki, aşağıdakı xəbərlərdən bir suala cavab vermir. Bunlardan birini axtaracaqsınız. Xəbər kimi, işlənən kimi. Anladıq mı? Ondan sonra bir dənə bu var sözünü bir dairəyə alın. Ola bilər ki, uşaqlar diqqətli olun. Bu var sözü var dövlət mənasında olsun. Onda suala cavab verən söz olacaq. Hə, o da ayrıca verilirdi. Yəni Hə. baxmaq olur ki, var dövlət Hə, mənasında verilir. şəkilçi də olur o yanda xəbər olanda. Məsələn deyir ki, onun Var dövlət. yox, xəbər kimi işlədəcəm. Hə. Onun arzuladığı dövlətdir, vardır. Görürsünüz, bax burada var artıq pul mənasında, sərvət mənasında. Orada predikativ deyil daha. Anladıq mı? Sonra keçirik indi deyil sözünə. Sonra konuşuruz. Burada deyil. Yazsaq. Deyil sözü iki vəziyyəti var bunun. Müstəqil, xəbər, Tamam elə zaman. bir də nə olacaq? Qeyri-müstəqil xəbər. Deyil. Qeyri-müstəqil xəbər. Müstəqil xəbər. Müstəqil xəbər olanda ma iki variant ilə əvəzlənir. Əvəzlənir. Burada yazıram ki, elə ma iki variantla əvəzlənir. Bir dənə də söhbət var ki orada. O şey lazım şəklinin qabağında olanda həmişə şey ötür. Ayrı olurdu ma. Hə, bəzən bizə yazmayasıdır eləyirlər, o səhv olur. Yəni artırılır. Yəni ki, inkarda olanda deyil sözü ayrı olmalı deyir. Yox, Hı. yəni lazım şəklinin qabağında olanda həmişə Qabağında yox, sonrasında olanda. Hələ demək bu tərəfdə olanda. Oxuyası deyil. Hə, məsələn həmişə qeyri-müstəqil olur da. Qeyri-müstəqil olur. Amma bəziləri onu gedib oxumayasıdır. Deyirlər, olmur da. Hə. Olmaz. Deməli, bax, indi mən nümunə yazım. Deyirəm ki, bu, məsələn, məktub sənə deyil, mənə göndərilib. Göndərilib. İndi baxın, mən bu cümləni çevirirəm. Bu məktub, əgər belə edə bilirsinizsə, onda tək götür, məktub. Sənə göndərilməyib. Göndərilməyib, vergül, mənə göndərilib. Mənə göndərilib. İndi baxın, bax, deyil sözünü çıxartdım, orada nə gəldi? Mamə olan söz gəldi, çıxdı cümləyə. Onda siz cümləni təhlil edəndə nə edəcəksiniz? Deyili ayrıca xəbər edəcəksiniz. Yalnız bu vəziyyətdə siz deyili ayrı xəbər götürülərsiniz. Yalnız bu vəziyyətdə. Başqa harda görürsünüz? Adətən mən sizə vəziyyətində bir cümlənin, sadə cümlənin içində olanda, axırında qoşun, əvvəlki sözə. Məsələn, deyir ki, bu yaxşı kitab deyil. Xəbər nasıl olacaq? Deyil. Deyil, yox. Kitab deyil. Başa düşürsünüz? Bax, onu deyirəm mən sizə. Mürəkkəb cümlənin içində belə olanda onu tək götürür. O da mamə sözü gələn dediyin yerinə. Görürsünüz? Bunu yadda saxlayın. Deyili qoşursunuz əvvəlki sözə. Bu birisi predikativ sözləri tək götürürsünüz. Məcazi mənalı sözlər, əgər birinci söz başqa sözlə əvəz edə bilirsənsə, onda tək götür xəbəri. Yox, əvəz edə bilmirsənsə, ikisində. Anladın mı? Başlamaq, istəmək, olmaq, etmək, bilmək, onlar da tək də ola bilər ki, özündən əvvəlki ilə tək də ola bilər, özünə əvvəlki ilə birlikdə də ola bilər və tək də ola bilər. Xəbər mövzusundan nə başa düşmədiniz? Aydın oldu. Xəbər nə olur? Hər şey var, heç nə yoxdur. Yaxşı oldu, sağ olun, hələlik.